Qızlar, salam aleykum, hər vaxtınız xeyirli olsun. Yeni videoma xoş gəlmisiniz. Bəli, bilirəm, yenə gecikmişəm. Təzə-təzə özümə deyirdim ki, deyəsən düzəlmişəm. 3-4 gündən bir video paylaşıram, amma yenə də elə oldu ki, həqiqətən də vaxt eləyə bilmədim. Videom çoxdan hazır idi, amma üstündən səsləndirməsi qalmışdı. Heç cür vaxt tapa bilmirdim ki, videonu səsləndirim və paylaşım. Nəhayət ki, çoxdan da paylaşmaq istədiyim Bir Günüm adlı bir videonu bugün təqdim edirəm sizə. Yəni bu videoda tamamilə səhərdən axşama kimi nə iş görmüşəmsə onları sizinlə paylaşmışam. Yəni həftə içi mənim günüm necə keçir, onu bu videoda göstərməyə çalışmışam. Səhər, yəni rutin olaraq hamı kimi durub əl üzümü yuyuram və rakovina silmək istəyəndə sevimli fırçamı sındırıram burada. Gördüyünüz kimi bu fırçanı mən çox sevirdim. Bravodan almışdım, yadıma gəlir. Biraz baha qiymətə almışdım o vaxtı. Amma o qədər gözəl fırça idi ki, yəni dişləri yumşaq idi. Elə fırçalar olur ki, sərt olur. O misal üçün xlorla təmizləyən vaxtı o xlorun sanki sürtdüyün zaman paltarın üstünə, ətrafa o xlor damcıları sıçraya bilirdi. Amma bu çox yumşaq olduğundan bundan çox xoşum gəldi silməyə. Amma təəssüf ki, sındı. İnşallah tapsam bundan yeni götürəcəm. Amma hələ ki, yaxşı ki, evdə məndə belə ehtiyata gördüyünüz kimi fırçalar, nə bilim, təmizlik vasitələri, belə şeylər saxlayıram. Amma bu fırçalar düzü o qədər də xoşuma gəlmədi. Yəni yoxladım, hər ikisində də gördüm ki, dişləri sərtdir. Düzdür, ucuz qiymətə almışdım onları. Yəni müvəqqəti variant kimi hələlik birini götürdüm, digərinin yerinə qoydum. Amma inşallah ola bilsin artıq kənddən qayıdandan sonra Allahın izni ilə bir dənə, yəni eyni fırçadan tapsam onu alaram. Onu mən Bravodan almışdım. Hardasa 4 manata yaxın qiyməti vardı. Düzdür, fırçaya görə baha olmasına baxmayaraq, həqiqətən də dəyərdi o pula. Və hamamda yüngül təmizlik edəndən sonra keçirəm uşağa atışdırmalıq nələrsə qoyuram məktəb üçün. Arada olur belə, zərərli şeylərdən də qoyuram, arada da olur. Evdən, misal üçün, çörəyin, yuxanın arasında nəsə sürtürəm, yanına pomidor, mermeyvə, belə şeylər də qoyuram. Amma indi havalar isinib deyə, elə də çox yeyə bilmir, yəni vaxt olmur. Məktəbdə elə ağır yeməyə, qışda misal üçün yeyə bilir, amma yay aylarında, isti havalarda belə yüngül bir şeylər qoyuram ki, atışdırmalıq kimi yesin və yollanırıq məktəbə. Məktəb yolunda da məni hər səhər gözləyən mənim məsi dostlarım var. Yəni hər məhəllədə biri var, artıq bizi tanıyırlar, uzaqdan gələn kimi qabağımıza qaçırlar. Onlara hərəsinə biraz yem verdikdən sonra uşağı məktəbə qoyuram, yollanıram marketə və yol üstü belə istədim biraz yaşıllıqlardan da çəkim, ağaclar falan, yaşıllıq. Həmin gün hava çox gözəl idi. Düzdür, mən o qədər də günəş sevən bir insan deyiləm. Yayı o qədər çox sevmirəm. Bəzi insanlar bilirəm ki, əksinə günəşdə aktiv olurlar, havalar isinəndə aktivləşirlər, amma məndə tam tərsi, sanki havalar belə yaz fəsllərində məndə tənbəlləşmə gedir. Mən qış aylarını, sərin hava, qış deməzdim, payız aylarını belə daha çox sevirəm. Belə buludlu, tutqun havanı daha çox sevirəm, nəinki günlü hava. Nəysə, yollandım marketə. Bu arada premium marketə gəlmişəm və bura girən kimi getdim. Əslində girmişdim pişik yemi almağa. Yəni görürsünüz ki, pişik yemi almağa girən mən başqa şeylər də aldım. Bu meyvə tərvəz qurdanı gördüm burada, çox xoşuma gəldi. 11 manat 40 qəpik idi qiyməti və materialı çox keyfiyyətlidir. Mənim aldığımdan fərqli olaraq bunun yəni üstündə görürsüz firması bu məşhur firmadır, yaxşı firmadır. Düzdür, biraz yığcamdır məndəkinə baxanda, amma daha dərindir. Və əsas odur ki, materialı çox gözəldir və fırlanmağı mənim çox xoşuma gəldi. Yəni mən əgər hal-hazırda məndə olanı Temudan sifariş verməsəydim, mən yəqin ki, bunu alardım. Çünki mən o vaxtı baxanda bunları görməmişdim. Yoxsa elə bunu alardım. Və arada fırçaları da göz gəzdirirəm. Görürəm ki, tam mənim ürəyim istəyən kimisi yoxdur. Gəldim sonra bir dənə ayaqqabı götürüm uşağa. İndi evə gedəcəm. Evdə sizə nələr almışamsa onları göstərəcəm. Və evə də ki, girən kimi, qızlar, o qədər öyrəşmişəm ki, mən bu ayaqqabılara, evdə ayaqqabısız gəzə bilmirəm. Ayaqqabı deyəndə, yəni tapçıqasız da, ev ayaqqabısız olmadan gəzə bilmirəm.
Yəni aranızda var mənim kimiləri yazarsınız rəylərdə. Ayaqlarım o qədər öyrəşib ki, yəni o ayağımda olmayanda sanki nəyisə çatışmadığını hiss edirəm və ona görə də bəlkə də mənim bədənimdə belə elektriklənmə yığılıb, çünki ayağımdakı ayaqqabılar rezin ayaqqabılardır. Bayırdan gələndə çox susamışdım, dedim bir stəkan su için. Bu arada qızlar onu deyim ki, su içərkən mütləq oturub için, yəni çalışın oturub için. Düzdür, bayırda falan olanda həmişə oturmaq olmur, amma yəni evdə su içən zaman çalışın oturub için suyu. Bu həm sünnətdir, həm də ki sağlamlığa çox faydalıdır. Yəni bəzi qızlar görürəm ki, istəyirlər ki canlarına xeyir olsun, amma görürəm ki yenə də suyu ayaq üstü içirlər. Bunu belə etməyin, uşaqlarınızı çalışın öyrədin ki suyu oturaraq içsinlər. Və burada da aldıqlarımı göstərdim. Meyvə tərəvəz, o heç bu stəkanı görür görməz buna aşiq oldum və dedim bunu mən almasam olmaz. 2 manat 75 qəpik idi qiyməti. Orada 6 dənə idi, səhv etmirəmsə. Sonradan istədim bundan 6 dənə alım, dəstləşdirim. Dedim evdə dəst formasında olsun, amma artıq mən gələn baxanda ondan qalmamışdı. Və bu salfetlər, qızlar, bu salfetlər də üstündə görürsünüz eko yazılıb. Mən də ki harda eko yazılır atlayıram sırazı. Yəni inanıram da eko yazılanda, artıq bilmirəm nə dərəcədə bu doğrudur, doğru deyil. Bu salfetlərin rəngi qəhvəyi rəngdədir, sanki belə tünd rəngidir digər salfetlərə baxanda. Yəni bu nə deməkdir? Bu əgər həqiqətən də deyildiyi kimidirsə, bu o deməkdir ki, yəni buna titanium dioksid vasitəsilə bu ağardılmır. Digər salfetlər biz bilirik ki, onun o dümağ rəngini o titanium dioksid verir ona. Mən də bunu aldım ki, nuggets, strips, nə bilim, kartofel fri eləyəndə o ki qoyuruq yağın çəksin, həmin yeməklərin yağın salfet çəksin deyə qoyuruq. Həmişə narahat olurdum ki, yəni oradan o zərərli maddələr keçir yeməyə. Bu salfeti sırf mən o niyyətlə istifadə edəcəm ki, yağlı nəsə qızardanda onun yağını canına çəksin deyə. Sonra getdim bundan birini də götürdüm. Görüm artıq satışda azalıb. Bu Crocsları da uşaq üçün aldım. Crocslar ümumiyyətlə çox rahat ayaqqabılardır. Mən çox sevirəm. Sizə də məsləhət görürəm. Həm uzun ömürlüdür, həm də ki altı biraz hündür olduğuna görə belə yağışlı havalarda falan, su olanda yerlər misal üçün yəni insanın ayağı batmır da. Çox da hündür də deyil, belə normasındadır. Qiyməti də 11 manatdır, 10 manat 90 qəpik idi. Bunlar fikirləşirəm ki, yay aylarında daha da ucuz olur. Bu sabunu da göstərmək istəyirəm qızlar sizə. Bu bizim yerli məhsuldur, yəni Payt firmasınındır. Yəni bəri başdan deyim ki, bu 72% sabun deyil. Buna aldanmayın. Ümumiyyətlə demək olar ki, hal-hazırda satışda 72% duru sabun yoxdur qızlar. Çox az hallarda ola bilər. O da olsa tərkibində 5% və yaxud da 10% o 72% sabun ola bilər. Bunu sadəcə bir marketinq olaraq bilirlər ki, cəmaatın beynində bu elə formalaşıb ki, 72% sabun təmizliklə, təbiiliklə əlaqəli bir şey olduğu üçün onlar bilirlər ki, yəni cəmaat xoşlayır belə şeyləri. Ona görə artıq bu bir marketinq kimi belə duru sabunların üstünə onun şəklini vururlar. Amma tərkibini oxudum, yəni adi yucu vasitədir. 1 manat 99 qəpik idi deyəsən. Qiymətinə baxanda pis deyil, 1 litrdir. Səsimə görə üzr istəyirəm, təngi nəfəs oluram danışanda. Burada 1 litrdir qızlar. Və yaxşı cəhəti odur ki, duru deyil, yəni qatıdır, konsistensiyası, köpüklənməyi yaxşıdır, əli qurutmur, istifadə eləmişəm. Düzdür, biraz ətri əslində çox azdır, yəni çox da belə güclü ətri yoxdur. Mən ondan istifadə etdim. Belə yəni yaxşıdır, ümumi adi qab yumaq üçün şampun kimi, yəni yaxşıdır. Amma yəni 72% deyil, ona əlaqəsi yoxdur. Sadəcə elə rəng qatıblar ona ki, o 72% kimi görsənir. Belə ümumi qiymətinə görə deyərdim ki, yaxşı bir vasitədir. Yəni dəyər almağa adi qab yuyan şampun kimi məsləhətlidir. Hətta sonra gördüm ki, onun limonlu variantları da çıxıb. 72% çəkilib, yenə üstündə şəkli var 72%-in, amma limonlu variantı da var idi. Yəni kimlər istəsə adi qab şampunu kimi məsləhətli bir şeydir. Həm qatıdır, həm yaxşı köpüklənir. Yəni mənim dərim çox zəhlətökən tökən bir dəridir, yəni həssas dəridir. Mənim dərimi qurutmadı qızlar, artıq bilmirəm indi hər insanda fərdidir. Yəni mənim dərimə yaxşı təsirlədi. Ona görə yəni məsləhət görərdim. Rastınıza çıxsa alıb sınaya bilərsiniz siz də. Sonra yavaş-yavaş keçirəm evdə olan xırda işləri tamamlamağa. Burada da əslində birinci gün idi mən bu videonu çəkəndə. Birinci gündə ev adətən bizdə təmiz olur. Çünki 6 bazar məndə həftə sonu iş günü olur. Yəni çoxlarında istirahət günü sayılır. Məndə əksinə 6-cı gün
Yəni təmizlik, dərin təmizlik günüdür. Bazar günü də nə bilim uşaqların çimmək günü, paltarların dəyişilməyi. Ümumi də yəqin ki, bir çoxlarında olduğu kimi məndə də eynən. Ona görə birinci gün ev elə də çirkli olmur və bazar günü mən çox yorğun oluram. O qədər yorğun oluram ki, artıq o gecə hətta stolun üstünü belə mən yığışdıra bilmirəm. Halım olmur. Deyirəm, durub səhər yığışdıraram. Burada da eyni haldır. Gördüyünüz kimi üstdən elə belə əsasən stolun alt hissələrini hara ki çox batıb oraları təmizləyirəm, amma belə evin digər hissələri təmiz idi. Bu süfrə də ki, qızlar məndə artıq son günlərini yaşayır. Baxmayaraq ki, mən bu süfrəni çox sevirəm. Amma material olaraq heç məsləhət görməzdim bu süfrələri. Bunun materialı elədir ki, bunun üstünə nə qoyursan hamısı yapışır. Qaynar stəkan gətirib qoyursan, onu oradan qopartmaq qeyri-mümkündür. Hətta üstündə bəlkə fikir verdinizsə, görə bilərsiniz ki, stəkanın altının belə ləkələri qalıb. Yəni isti halda nəsə qoyanda düzdür deyə bilərsiniz ki, nəlbəki falan qoymaq olar. Amma bizdə nəlbəki istifadə olunmur, adi çaşqalardır. Altına çox vaxtı əslində mən almışam, yəni çaşqanın altına stəkan atdıqları kağızdan var, amma onları unuduruq qoymağa hər dəfə. Bəzən uşaqlar gətirir nəsə qoyur. Yəni məsləhətli deyil də. Nə isti halda nə qoyursunuz və yaxud da yaş bir şey olsa, o bir gün qalırsa nakleyka kimi yapışır onun üstünə. Sonra oradan qopardanda da süfrənin öz rəngi də gedir. Bütün ləkə götürür üstünə. Yəni material olaraq heç məsləhət deyil. Belə gözəl görüntüsü var. Yəni axıcı durur, sanki bir parçaymış kimi durur, amma ki istifadə üçün heç yararlı deyil. İnşallah kənddən Allahın izni sağ-salamat qayıdandan sonra baxacağam, süfrə də ki, məndə bir problem məsələdir. Ürəyim istəyən süfrəni mən çox çətinliklə tapıram. İndi gəlib axtaracağam, çıxacağam axtarışa, görüm ürəyim istəyən rahat bir süfrə olsa, bura almaq istəyirəm. Əslində düşünürəm ki, altdan parça bir süfrə sərib, stolun üstünə uyğun bir şüşədən bir üzlük kimi kəstirim. Sonra düşünürəm ki, şüşə də biraz təhlükəlidir. Üstünə nəsə düşsə, eləsə sına bilər, çatlaya bilər. Amma ki, belə parça süfrə də sərəndə üstündən gərək yenə də prozrachin plyonka sərəsən. O da ki, bir müddət keçəndən sonra rəngi solur, pis görsənir. Ona görə mən məcburam belə nəsə uyğun bir şey axtarım. Çünki bizdə mətbəxdə yemək yeyilmir. Bütün günü, yəni bu stolun üstü bizdə, yəni məşğuldur da, çay içilir, yeməyi yeyilir. Mətbəx bizdə balaca olduğuna görə orada yəni nə çay, uzaqbaşı özüm oturanda çay yemək yeyə bilərəm orada, amma belə ümumən ailəlikcə bu stolun üstü, yəni bütün günü bizdə istifadədə olur. Ona görə mənə lazımdır ki, bura həm yəni bura qonaq otağı kimi də gedir də, həm qonaq otağına uyğun, həm də ki, belə gündəliyə uyğun bir qəşəng bir süfrə istəyirəm alım. İnşallah ki, taparam. Sonra da keçirəm qızlar, dolma bişirmək istəyirəm, kələm dolması və kofe düzəltdim özümə. Bu kofeni də heç bəyənmədim, güclə içib qutardım onu, inanırsınız da, iyrənə içdim. Atmağa heyfim gəldi, o kofeni bir də almayacağım. Zibillər həmişəki kimi olmazsa olmaz. O qədər zibil çıxır ki evdən. Yəni gün ərzində nə qədər atırsan, yenə buradan atırsan, oradan yenə də dolur. Nəysə, kələm dolması çoxdan da bişirmirdim. Pis yeyilmir bizdə kələm dolması, amma yəni ard-arda tez-tez bişirəndə artıq yeyilmir. Mən özüm də elə də xoşlamıram. Bizdə kələm dolmasının əsasən suyu ən çox sevilir. Biz ümumiyyətlə uşaqlıqdan dolmanın suyunu çox sevirik. İstər kələm dolması olsun, istər yarpaq dolması olsun. Burada da getmişdim ki, ən kiçik kələmi seçmişdim. Satışda, yəni vitrində ən balacasını götürmüşdüm ki, dolma az olsun, bir dəfə bişirim, yəni buzluğa atmayayım, bir dəfə bişirim, yeyilsin, qutarsın. Amma neynədim, yenə də gördüm ki, yarpaqları çıxartdıqca yarpaq çıxır və düşündüyümdən çox oldu dolma. Nəzərdə tutduğundan çox oldu. Artıq buzluğa atmadım. Çünki buzluğu mən bir tərəfdən boşaltmaq istəyirəm. Orada məndə tyorkadan keçirdiyim, sürtkəcdən keçirdiyim kök var. Sonra qaynadılmış noxud, nə bilim, produktlar var da. Yəni mənə lazımdır ki, mən onları boşaldım bu dəqiqə. Yəni aktiv şəkildə buzxananı boşaltmaqla məşğulam. Çünki biz kəndə gedəndə tam hər bir yeri söndürüb, boşaldıb elə gedirik. Bu arada işimə ara verməli oldum. Çünki gedirəm uşağı məktəbdən götürüm, zibilləri də atım. Bir də qatıq bankələrini qaytarmaq lazımdır. Yəni uşağın dərsi elə pis vaxtı bitir ki, tam yəni işi və arxayın görə bilmirsən rahatlıqla. Ona görə dedim, gedim vaxtında soğanı falan doğradım, qoydum. Dedim, gedim uşağı əvvəl gətirim, sonra qalan işimi də gələndə görərəm. Neçə
Ulduz. Nəhayət ki, uşağı da gətirdim və başladım arxayın-arxayın öz işlərimi görməyə. Bayaq yəni dediyim kimi buzluğu hal-hazırda boşaltmaq istəyirəm. Çünki biz inşallah ki, Allah başqa bir dərd verməsə, Allahın izni ilə 3 aylığına, yəni biz tam gedirik kəndə, bir də qayıdırıq inşallah sentyabr ayında. Yoldaşım bu evdə qalmır, qaynanam gildə qalır deyə. Yəni bu ev tam yəni evdə elə bir ki, sanki həyat durur. Yəni mən keçən il düzdür soyuducunu qoşulu qoyub getmişdim, amma bu il istəyirəm ki, söndürüm, çünki bu aralar işıqları çox söndürürlər. Qorxuram ki, birdən soyuducu yanar eləyər. Yəni heç kim yaşamadığı evdə, ona görə. Buzluqda da bayaq da qeyd etdiyim kimi kök var. Misal üçün qoymuşdum qış ayından, çox eləmişdim. Nə bilim, rəndələnmiş pomidor. Axırda yəni hamının buzluğunda olduğu kimi məndə də var. Burada da görürsünüz ki, kökü çox qatıram ki, tez bitsin. Ümumiyyətlə pomidor falan hamısından çox-çox əlavə edirəm. Bəlkə də sizə çox görsənə bilər balaca bir qazan üçün. Düzdür, mən burada səhv elədim. Bu qədər dolmanı balaca bir qazana yerləşdirdim. Ona görə də elə də ürəyim istəyən kimi çox sulu olmadı dolma. Halbuki yəni biz dolmanın suyunu çox sevirik. Yəni hətta bir sanki dolma supu kimi bir şey alınır. O suyu o qədər dadlı olur ki, yəni belə soğançası ilə falan eləyəndə uşaqlar da xoşlayır, yoldaşın da xoşlayır. Belə zavod çörəyinə falan suya batırırsan, yeyirsən, hamının xoşuna gəlir evdə. Ona görə də su çalışıram çox qatım. Sadəcə qazan səhv etdim, qazanı çox balaca götürdüm. Amma əsas odur ki, heç bir şey israf olmadı. Görürsünüz burada, yəni qab bulaşdırmamaqdan ötürü birinci soğançanı elədim, sonra kələmlər, dolmaları qoyuram qaynasın. Özüm yəni elə qoyuram ki, kəfi falan çıxanda kəfini yığım, sonra üstündən artıq soğançanı tökərəm. Hətta dolmaları da mən bükəndə, bilmirəm fikir verdiniz ya yox, çalışıram ki, bir tərəfini bağlayım, bir tərəfi açıq qalsın ki, içində kəf olanda o kəf çıxsın çölə, yəni içində qalmasın. Xoşlamıram, yəni kələm belə açırsan, ətlə bir yerdə orada kəf olur falan olur. Biraz irgənirəm o mənzərədən. Ona görə istəyirəm ki, ətin kəfi tam çölə çıxsın. Qablar da ki, həmişə kimi bir xeyli qab yığılmışdı. Buradan yursan, oradan yenə çıxır. Ona görə onları bir çıtma ilə yudum. Və görürsünüz ki, burada soğançanı da əlavə elədim. Qoydum pişməyə. Sonra da yəni bitməyən işlər. Bu işlər məndə heç bitmir. Buradan nə bilim çaydan qaynadıram, oradan təzədən filtrdən su süzdürəm. Nəysə, sonra getdim yatdım. Qızlar, günorta mən rejimə girmişəm. Səhər-səhər dururam deyə günorta yatmayanda başım ağrıyır. Getdim biraz uzandım, yatdım. Gördüm artıq mən gələn kimi cəmaət yemək yeyib, yoldaşım sağ olsun işdən gəlib, özü də yeyib, uşaqlar da yeyiblər onunla bir yerdə. Artıq mən özüm qalmışdım. Ona görə özümə görə biraz yemək çəkdim, yedim. Sonra da paltarları atdım ki, yuyulsun. Və yenə də qablar, yenə də qab çıxdı. Mən qab yumağı sevirəm, qızlar, nə yalan deyim. Amma son zamanlar, ümumiyyətlə, bu son 1 il, 2 il mi deyim, fikir verirəm ki, bilmirəm nədənsə bizdə qab həddindən çox batır. Halbuki evimizdə elə də çox belə yemək yeyən yoxdur. Amma mən özümü daim niyəsə bu çanağın ətrafında tapıram. Elə işim gücüm qab yumaqdır. İndi bəzi qızlar deyərlər ki, qab yuyan maşın falan niyəsə mənə lazımsız əşya kimi gəlir. Düzdür, bir çox insanlar deyirlər ki, qab yuyanı yəni istifadə etməsən, onun dadını bilə bilməzsən də. Çox adam elədir. Amma mənə görə, nə bilim, mən onu sanki lazımsız bir şey kimi bilirəm. Çünki orada qab qoyanda o qabları təmizləməlisən, onun yağını nə qədər olsa təmizləməlisən. Yəni bütün bu proseduru mən əgər görəcəmsə, elə ondan sonra əlimdə yuyaram onu, bir də ora qoymaram. Həm də ki, qab yuyan maşını olan insanın gərək çoxlu qabları olsun. Çünki o maşın ağzına kimi doldurulur, sonra gündə bir dəfədə, yəni o işə salınır. Bildiyim qədərilə həm çox işıq yazır, qaynar rejimdə yuduğuna görə. Yəni çox insanlar elə eləyir. Bütün gün doldurur, günün sonunda onu xodlayır ki, işləsin. Ona görə də yəni evdə çoxlu stəkan, qab, qaşıq bir şey lazımdır. Mən də ki, yəni çalışıram minimalist olum. Evdə çox qab məndə yoxdur. Yəni gündəlik qablar çalışıram ki, ümumiyyətlə az saxlayım evdə. Ona görə düşünürəm ki, yəni mənim variantım deyil qab yuyan maşın. Hətta bəlkə də gələcəkdə mətbəxim olsa, böyük mətbəxim olsa, öz mətbəxim olsa, mən düşünmürəm. Düzdür, yenə də demirəm, tam belə kökündən kəsmirəm. Amma yenə də düşünürəm ki, mənə qab yuyan lazım olmaz. Yəqin ki, mən istəmərəm şəxsən qab yuyan maşın. Çünki qab yumaq mənim üçün problemli bir şey deyil.
Sonra da keçirəm qazın üstünü falan təmizləyirəm, silirəm. Düzdür, bunu dəfələrlə demişəm videolarımda. Bir çoxlarınız görə bilərsiniz ki, yəni mən mətbəxdə demək olar ki, bütün işləri bir dənə məndə stol bezi var. Onunla görürəm, nəysə yağlı bir şey olanda silirəm və yaxud da çox yağlı düzdür silmirəm. Amma belə duz qabının üstünün tozunu falan stol bezinə silirəm. Bəlkə indi kiməsə elə gələ bilər ki, bir bezlə çox yer təmizləyir, amma məndə o bez, inanın mənə, gündə bəlkə də bir neçə dəfə, o hər dəfə, baxın görürsünüz, məndə qab şampunun qabı 2 hissəlidir. Onun bir tərəfinə ucuz qab şampunu alıram həmişə. Yəni bu İranın o çox yaxşı köpüklənən şampunu var, Pəri. Ondan ona ayrıca yəni sırf stol bezi üçün qoymuşam. Yəni hər dəfə onunla sabunluyuram. Yəni məndə daim təmiz olur stol bezi o cəhətdən. Onu mən təmiz saxlamasaydım, mən də başa düşərdim ki, hə, olmaz yəni onu hər yeri sürtmək, ona hər şey təmizləmək. Amma məndə şükür Allaha, yəni mən çalışıram stol bezini həmişə təmiz saxlayım. Ümumiyyətlə özüm zəhləm gedir stol bezinə iyi gələndə, yəni bəzən də elə yerlər olur gedirsən ki, stol nəsə siləsən, adam iyrənir, toxuna bilmirsən stol bezinə, o qədər pis iyi gəlir ki ondan. Salfetləri yerləşdirmək istəyirəm qızlar burada. Bu salfetlərin pis cəhəti odur ki, düzdür, qalın salfet əslində ekonomikdir, amma belə yerləşdirmədə mənə həmişə problem yaradır. Mən bunu axır nə etdim? Böldüm salfetləri, rulon formasında düzəltdim. Onu yəni baxın görürsüz, başqa variant çünki alınmır məndə. Hər ikisindən qoydum. Görürsüz fərqlərini. Bu ağappaqdır, dümağdır. Digər amma sanki belə açıq qəhvəyi rəngindədir. Axır yəni belə qoydum. Belə də istifadə edirəm. Çox rahatdır. Mənim bu salafan rulonum yenə qaldı asıl qansız. İnşallah gedib alacağam onun üçün də. Artıq bilmirəm indi alaram ya sonra alaram. Burada da mənim nanə cövhərimdir qızlar. Nanə cövhəri əkmək istirdim. Sonra yadıma düşdü ki, uşaqlara qara zirə yağı verməliyəm. Gördüm aradan çıxmaq istəyirlər. Yatmağa gedirlər. İşimi yarımçıq saxladım. Hər ikisinə qara zirə verdim. Görürsünüz ki, necə həvəslə içirlər burada. Dırnaq arası əlbəttə ki, zarafat edirəm. İstəməyə içirlər, amma düzdür, hər gün vermirəm. Çalışıram ki, arada görəndə ki, artıq görən biraz öskürməyə başlayırlar və yaxud da boğazları biraz qıcıqlanmağa başlayır. Onda çalışıram heç olmasa verim. Hər gün yadımdan çıxır vermək. Əslində hər gün versəm daha yaxşı olar. Və bu nanə cövhəri mən suya qoymuşdum, kök atsın. Qaynanam yollamışdı, sağ olsun, bir xeyli nanə cövhər. O qədər gözəl ətri, o qədər gözəl dadı var idi ki, dedim, bundan mən əkmək istəyirəm. Birini qoydum, elə belə, yəni prop üçün qoydum ki, görüm kök atacaq ya yox. Gördüm, çox gözəldir, kök atdı. Nanə ümumiyyətlə birisi ki, yaxşı yəni, tutan bir bitkidə. Qoydum onu suya, sonra dedim, belə həm mətbəx bitkisi kimi, həm ətri olar, həm görüntüsü olar, yaşıldır da, yəni gözəl görüntüsü olar. Mən ümumiyyətlə yaşıl gülləri çox sevirəm, çiçəyi açmayan yaşıl gülləri. Ona görə axır onu da əkdim, uzun müddət qalmışdı orada suyun içində, öz vaxtını gözlürdü və son olaraq da gündəlik olaraq təmizləyirəm. Yəni bu sadə görürsünüz ki, çox şkafların altına girmirəm, çünki bu birinci gündür, Xadma günü 6 bazar məndə tam dərin təmizlik olunur. Elə də çox batmır ev. Bu tostoran haqqında da bir xanım soruşmuşdu. Mənim tostoran Quicks firmasıdır, özünə də yazmışdım. Yəni belə orta qiymətli bir tostorandır. Çox da güclü olmasa da, misal üçün xalçanın üstünü siz təmizləyən vaxtda o xalçanı belə qaldırmır. Yəni o gücə malik bir tostoran deyil, amma ümumi parketi təmizləyəndə, laminatı təmizləyəndə, hətta xalçanı belə görürsən ki, tərtəmiz, yəni təmizləyir. İçində nə qədər zibil yıxılır. Ümumiyyətlə laminatın üstünü tərtəmiz eləyir. O cəhətdən mən razıyam. Yəni gündəlik bir tostoran da deyim ki, onunla dərin belə təmizlik eləmək istəsəz, məndə digər böyük tostoran var, amma bununla mən gündəlik təmizliyi çox rahat eləyirəm. Zibillər həmişə kimi yenə də axşama artıq görürsünüz, yenə zibil yığılır. Neysə onu da dəyişdim. Yulan paltarları da asıram öz yerinə və yavaş-yavaş artıq videonun sonuna yaxınlaşırıq qızlar. Axır ki, mən də çoxdandır gözləyirdim ki, belə bir günüm adlı bir video sizinlə paylaşım. Əslində videolar çoxdur qızlar. O montaj eləmək lazımdır ki, artıq tətil yaxınlaşır. Mən bu gün sabah kəndə gedirəm Allahın izni ilə. Mənə lazımdır ki, o videoları tez-tez paylaşım. Ola bilsin bu yaxınlarda mən çox qısa aralıqla videolar atım Allahın izni ilə. İnşallah söz vermirəm. Ümid edirəm vaxtım olar onu montajlamağa, videoları. Hardasa 2 dənə, 3 dənə məndə vlog olmalıdır. Çalışacağım kəndə gedənə kimi onu paylaşım. Çatdırmasam da artıq kənddən montaj eləyib oradan paylaşaram Allahın izni ilə. Belə də
Artıq axşama hər yeri təmizlədik, fərahlatdıq və artıq gedib rahatca yata bilərik. Başımızı yastığa qoya bilərik təmiz vicdanla, necə deyərlər. Və məni sona qədər izləyən hər bir izləyiciyə buradan öz təşəkkürümü bildirirəm. Allah hər birinizdən razı olsun. Dəstəyiniz üçün, rəy yazırsınız, layqlarınız üçün Allah hər birinizdən razı olsun. Və yeni qoşulanlar varsa, yeni izləyənlər varsa, əgər videomu bəyənirsinizsə, kanala abunə olub, layq qoysanız çox sevinərəm. Bu məni daha da motivasiya edər yeni videolara. İnşallah Allahın izni ilə gələn videoda görüşmək ümidi ilə qızlar. Allah amanında qalın, özünüzə yaxşı baxın.